Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya'i vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Allahumma Rabbi şrahli sadri ve yessirli emri ve hlul uqdeten min lisani yefqahu kavli. Allahumma ati nufusana taqvaha ve zekkiha ente hayrun men zekkaha ente veliyuha ve mevlaha. Kitab-ı Tevhid'den 9. babın dəlillərini götürmüşdük. Yəni, mən təbarəkə bi şəcərətin, av həcərin və nəhvihimə babı, ağac, daş və buna bənzər şeylərdən təbərrük etməyin hökmü barədə və bu fəslin məsələlərində qaldıq. Onu oxuyaq bu dərsdə və bu məsələlər eyni zamanda fəslin, babıda keçən məsələlərin təkrarıdır və təkrar da ümumən mühümdür. Təkrar mühümdür. Deməli, müəllif 28 məsələ, yəni 28 fayda gətirir bu fəslə aid. Ola bilsin, hamısını götürə bilməyək, lakin bacardığımız qədər oxuyaq inşallah. Deməli, deyir ki, Əl-Ulə təfsiru ayətin nəcmi. Birinci məsələ, Nəcm surəsində olan ayənin təfsiri. Yəni, müəllif ağac, daş, qəbir, bu kimi şeylərə, yəni bu kimi şeylərdən təbərrük etməkdən danışanda, təbərrük biz dedik ki, nədir? Təbərrük hər hansı bir şeydən bərəkət ummaq, bərəkət almaq, bərəkət istəmək, bərəkət tələb etmək deməkdir. Yəni, həmən bu kimi şeylərdən, ağac, daş və s. kimi şeylərdən təbərrük tələb edənlərə qarşı Nəcm surəsinin ayələrini müəllif dəlil gətirmişdi. Dəlil gətirmişdi ki, bu əməl, yəni bərəkət ummaq, o şeydə ki, Allah bərəkət qoymayıb, o şeylərdən bərəkət ummaq, bərəkət istəmək, tələb etmək, o müşriklərin əməlidir. Bu, müşriklərin feilidir. Yəni, onlar Allahdan başqa təzim etdikləri şeylərdən bərəkət umardılar. Allahdan başqa təzim etdikləri şeylərdən, yəni müxtəlif şeylərdən və müxtəlif şeylər də umurdular, duada edirdilər, sığınırdılar da. Həmən o umduğu şeylərdən də birisi bərəkət idi. Umduğu şeylərdən də birisi bərəkət idi. Allah Teala həmin ayələrdə buyurur: "Əfərəeytumul lətə vəl-uzzə və mənətəs səlisətəl uxra." Latı və Uzzanı gördünüzmü? Eləcə də üçüncü olan Mənatı. Yəni, bu barədə danışmışdır. Lat, Uzza, Mənat bunlar, yəni müşriklərin təzim etdikləri ağaclar və daşlar və həmçinin bunlarla bağlı olan qəbirləridir. Yəni, Allah Subhanahu taala bu ayələrdə bunları kiçildilmiş, yəni formada qeyd edir ki, hətta onların heç nəyə qadir olmadığı, heç bir şey verə bilmədiklərini bildirsin, bəyan etsin və həmçinin bununla da müşriklərin əməllərinin batil olduğunu bəyan etsin. Ona görə Allah Subhanahu taala bu ayələrin davamında deyir ki: "İn hiyə illə əsməun səmməytumuha entum və əbaukum mə ənzəlallahu biha min sultan." Bu, sizin və babalarınızın adlandırdıqları bir addan başqa bir şey deyil. Allah bu barədə heç bir dəlil nazil etməyib. Allah bu barədə heç bir dəlil nazil etməyib. Aleykümselam. Və dəlilsiz olan hər bir şey də, din adına dəlilsiz olan hər nə varsa hamısı rədd olunur. Yəni, odur ki, Allahın kitabında və Rasul sallallahu əleyhi və səlləm sünnəsində nə gəlibsə ona əməl edin. Onunla kifayətlənin, özünüzdən, yəni yeni din uydurmayın, yeni din çıxartmayın. Əs-səniyyətu mə'rifətu surətil əmrilləzi talabu. Müəllif deyir ki, ikinci fayda, onların tələb etdikləri şeyin mahiyyətini bilmək. Onların tələb etdiyi şeyin, o işin, yəni həqiqətini yaxşı dərk etmək. Yəni ki, onlar deyəndə ki, "İc'al lənə zətə ənvat", səhabələr deyəndə ki, Peyğəmbərə sallallahu əleyhi və səlləm bizə zət-u ənvat düzəlt. Yəni, bunların qəsdi nə idi? Bunu deyəndə nə istəmişdilər? Bunu mütləq, yəni doğru düzgün
bilmək lazımdır və şək yoxdur ki, onların qəsdi o ağaca ibadət etmək deyildi. Ağacı özlərinə ilah götürmək deyildi. Bu sözü dedikləri zaman və belə olduqda da o qəbirlərə, pirlərə, kümbəzlərə ibadət edənlərə bu hədis qiyas gətirilib, onlara üzr haqlıq gətirilməsi nədir? Doğru düzgün deyil. Müəllif ona görə bunu qeyd edir ki, yəni bu işin nə olduğu yaxşı bilinməlidir. Bu işin nə olduğu yaxşı bilmək lazımdır. Hətta məsələlər bir-birinə qarışmasın. Yəni, məsələ bidət əhli barədə və yaxud kiçik şirk barədə gələn dəlilləri böyük şirk edənə aid etmək olmaz. Eləcə də əksinə. O ayələr ki, o hədislər ki, məsələn, böyük şirk edənlərə nazil olub, onu götürüb kiçik şirk edənə aid etmək olmaz. Çünki fərqlidir, hökm fərqlidir. Böyük şirk edəndən kiçik şirk edənin halı eyni deyil. Böyük şirk edəndən bidət edənin halı eyni deyil. Bidət edəndən kiçik şirk edənin halı eyni deyil. Kiçik şirk edəndən günah edənin, şirk həddinə çatmayan günah edənin halı eyni deyil. Ona görə məsələlər gərək qarışdırılmasın. Bu olduqca mühümdür. Və dində yeni olan həmin o səhabələr, yəni səhabələrin bu əməlində təfsilatı ilə biz götürdük, qeyd etdik və bildirdik ki, onlar şirk əməli əsla etmədilər. Əməl olaraq onlardan heç bir şirk çıxmadı. Ən çox etdikləri nə idi? Söz idi, tələb idi. Yəni, onlar bir növ icəl Peyğəmbərə dedilər ki, bizə düzəld. Sanki deyirlər ki, Allahdan istə ki, bir ağac təyin etsin Allah və yaxud sən bir ağac təyin et və Allahdan istə ki, həmin ağaca bərəkət versin, mübarək olsun o ağac. Necə ki, Kəbə bərəkətli olan kimi, su bərəkətli, Zəmzəm və s. kimi Quran yəni Allah Taala bərəkət qoysun o ağaca, sən təyin etdiyin ağaca. Biz də ondan bərəkət umaq. Biz də ondan bərəkət istəyək, lakin Allahın Rəsulü sallallahu aleyhi və səlləm yəni nədir? Bunları, bu istəklərini sərt şəkildə cavab vermişdir, rədd etmişdir. Yəni, hətta bütün baş verəcək bidətlərin, baş verəcək hər hansı bir şəriətə müxalif əməllərin qarşısını bəri başdan Allah Rəsulü sallallahu aleyhi və səlləm nədir? Almışdı. Və ona görə də ibadət olaraq, yəni Quran və sünnədə nə varid olubsa, onunla kifayətlənmək lazımdır. Və bu baxımdan da biz bu cahillərə, həmçinin o sofilərə nə deyirik ki, nədir? Özünüzdən min cürə ibadət növləri uydurmaq lazım deyil. Baxırsan ki, hər tayfanın özünə məxsus ibadət növləri var. Bunların hamısı heç biri nədir? Keçərli və dəyəri yoxdur. Quran və sünnədə ibadət olaraq nə gəlibsə, onu yetirin, onunla nədir? Onunla kifayətlənin. Birisi bütə ibadət edir, birisi şəkilə ibadət edir. Birisi boğazına amulet taxır, birisi molluya gedir, birisi nə bilim cadu yazdırır. Birisi harasa ziyarət məqsədi ilə, qəbirlərə ibadət məqsədi ilə səfərə çıxır. Və kiminsə buna gücü çatmayanda öz çevrəsində olan ocaqlar, pirlər, seyidlər axtarır. Yəni, lazım deyil bu şeylərin. Heç biri, necə ki, Allah təala necə doğrudur, ərbabun mütəfərriqun xeyrun əmillahul vahidul qahhar. Ayrı-ayrı ibadət etdikləriniz mi xeyirlidir, yoxsa tək olan, qahhar olan, yəni hər şey qalib gələn Allah mı? Əlbəttə ki, tək olan Allah ibadət etmək bu tövhiddir. Allahdan başqalarına ibadət etməksə bu nədir? Bu şirkdir və zülümdür. Əs-səlisətu kavnuhum ləm yəf'alu. Müəllif deyir ki, üçüncü, onların bunu etməmələri. Yəni, səhabələr ağaca silah asmadılar. Ağaca silah asıb, yəni bərəkət ummadılar.
Bu onu göstərir ki, onlar yəni ağac barədə etiqad etmirdilər ki, o ağac mübarəkdir. Əvvəlcədən belə bir etiqadları yox idi. Elə bir şey olsaydı, onda Peyğəmbərə deməzdilər. Elə birbaşa nədir? Gedib asardılar, bərəkət umardılar. Asardılar, silahlarını dərdilər ki, bu ağac bərəkətlidir. Biz ağacdan bərəkət umuruq. Və bu onu göstərir ki, dində eyni zamanda hər hansı bir əməl etmədən mütləq baxmalısan, görməlisən ki, onu Allah Resulü sallallahu aleyhi ve sellem edibmi, yoxsa etməyibmi? Və bu olduqsa, yəni vallahi bu həqiqətən böyük bir neymətdir əhl-i-sünnə üzərinə. Yəni bu neymətin qədrini həqiqi mənada bilib, yəni buna görə şükür etmək lazımdır, sünnə neyməti. Yəni baxırsan ki, Allah Resulü sallallahu aleyhi ve sellem edibmi, edirsən, etməyibsə tərk edirsən. Nəcat yolu da budur. Nəcat yolu budur. Nicat tapan firqə barədə soruşulanda Peyğəmbər sallallahu aleyhi ve sellem deyəndə ki, bütün ümmət yəni 73 firqəyə bölünəcək, hamısı oddadır, biri sadəcə biri cənnətdədir. Soruşulanda ki, kimlərdir onlar? Dedi, mə ənə aleyhi və ashabi. Mənim və səhabələrimin üzərində olan yol. Mənim və səhabələrimin üzərində olan yol. Nicat yolu budur. Allah Resulü sallallahu aleyhi ve sellemin və onun səhabələrinin etdiyi kimi et və nicat yolu budur. Nəyə görə qeyd edirəm ki, bu olduqsa böyük neymətdir, bunun qədrini bilmək lazımdır. Sonra ki, nə qədər insanlar var ki, yəni bunu hiss edə bilmirlər. Sünnə neymətini dərk edə bilmirlər. Yəni adamla oturursan, məsələ danışırsan, deyirsən ki, Allah Resulü sallallahu aleyhi ve sellem bax, bu əməli etməyib. Bu əməli etməyib və dəlilləri gətirirsən, deyirsən ki, başa salırsan, nəyə görə sən kifayətlənməlisən Peyğəmbər sallallahu aleyhi ve sellem etdiyi ilə. Çünki bu Allahın tələbidir və Peyğəmbər sallallahu aleyhi ve sellem də əmridir. Adam dinləyir, sonra bir müddət baxırsan, görürsən ki, yenə həmin bidətindədir. Niyə? Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem sünnəti təzimi yoxdur. Bax, mühüm burasıdır. Buradan başlayır. Allah Resulü sallallahu aleyhi ve sellem sünnəsini təzim edəndə insan qəlbində. Nə demək təzim? Yəni sən bilməlisən ki, səndən tələb olunan Peyğəmbərə tabeçilikdir. Tabeçilik də ya həm onun etdiyini etməklə olur, həm də onun etmədiyini etməməklə olur. Etmədiyini etməmək də bu da tabeçilikdir. Sonra deyir ki, müəllif Ər-Rabiətü 4-cü Kavnuhum qasadu ət-təqarruba ilallahi bizəlik. Lizannihim ənəhu yuhibbuhu. 4-cü, onlar bununla Allaha yaxınlığı deyir, qəsd etmişdilər. Allahın bunu sevdiyini zənn edərək. Allahın bunu sevdiyini zənn edərək. Yəni müəllif burada onların, həmin o səhabələrin halını vəsf edir. O da odur ki, onlar silahlarını ağaca asmağı istəyəndə Peyğəmbər sallallahu aleyhi ve sellemlə müşriklərə bənzəməyi istəmədilər. Yəni, müşriklərə oxşamağı qəsd etməmişdilər onlar. Onlar Allaha yaxınlıq istəyirdilər. Elə zənn edirdilər ki, Allah Subhanahu taala bu təbərrük əməlini sevir hər bir şeydə. Təbərrük etmək, bərəkət ummağı sevir. Elə buna görə də Peyğəmbərə dedilər sallallahu aleyhi ve sellem. Peyğəmbərə dedilər ki, bizim üçün belə bir şey düzəldi. Yəni fərq var müşriklərin əməlini istəmək, sevmək, müşriklərə bənzəmək istəmək. Bir də var yox, sadəcə sən başqa şey istəyirsən, amma əməlin bənzəyir. Yəni təşəkkür, bu da qadağadır. Yəni məsələ tutaq ki, sinəsində 4 nömrə mayka yazılan bir kafir gördün. Və sən sevdin onu. O kafiri. O kafiri sevdiyinə görə o 4 rəqəmli maykayı da geyindin. Bu nədir? Artıq burada qəsd nə oldu? Kafirə bənzəmək oldu. Çünki o kafiri sevdin sən, ya idmansıdır, ya nədir, fərqi yoxdur. Məşhur birisidir və geyindiyi maykada da 4 rəqəmdir. Sən də onu sevdiyindən dolayı ona oxşamaq üçün geyindin bunu. Biri də var, sən 4 rəqəmi gördün məsələ, yadına 4 Raşidi xəlifələr düşdü. Dedim ki, mən də bunu taxım geyinim, Allah məni buna görə sevər.
Çünki Allah Taala Raşidi xəlifələri sevir və Peyğəmbər s.ə.v onları sevir, onların fəzilətini qeyd edib və s. Yəni zənn edirsən ki, bu belədir. Görsən, iki şey arasında fərq var, elə deyilmi? Zahirən əməl eynidir. Zahirən əməl eynidir, elə deyilmi? İkisi də nədən götürdülər bu feili? Kafirdən götürdülər, elə deyilmi? İkisi də kafirdən götürdülər. Lakin birisinin qəsdi başqadır, o birisinin nədir? Qəsdi başqadır. Ona görə Allah Resulü s.ə.v burada onlara izah edir. Sonra deyir ki, Əl-xamisatu ennəhum izə cəhilu həzə fəğeyruhum əvlə bil-cəhli. Deyir ki, əgər onlar bu barədə cahil qaldılarsa, onlardan başqaları daha əvlə ki, bu məsələlərdə deyir, cahil qala bilərlər. Yəni ki, cəhalətin baş verməsi bu normaldır. İnsandan cahilliyin baş verməsi bu təbiidir. Normaldır. Ola bilər və olmalıdır, olacaq. Lakin normal olmayan, problem olan cahillikdə qalmaqdır. Aydındırmı? Problem olan cahillikdə nədir? Qalmaqdır və cahilliyi yəni tərk etməməkdir. Ona görə bugün əksər insanlar cəhaləti özlərinə nədir? Din götürülən cahilliyi özləri seçiblər. Yəni, cahilliyə razı qalıblar. Cahilliyə həyatını, cahilliyi seçiblər və buna razı qalıblar. Və bunu aradan qaldırmaq üçün, cahilliyi üzərindən qaldırmaq üçün heç bir şey etmirlər. Və həmçinin müəllif bununla yenə demək istəyir ki, yəni insanların din adına etdikləri əməllərə də aldanmayın. İnsanların din adına etdiyi əməllərə aldanmayın. Çünki insanların din adına etdikləri əməllər hərdən və yaxud çox vaxt yanlış ola bilər. Yanlış ola bilər. Ona görə də ibrət nədədir? İbrət dəlildədir. İbrət dəlildədir. Yəni filan əməlin dəlili varsa et, yoxsa etmə. Əs-sədisatu ənə ləhum minəl həsənəti vəl-vəadi bil-məğfirəti mə leysə li qeyrihim. Deyir ki, 6-cı məsələ o da odur ki, onların, yəni səhabələrin o qədər həsənətləri var ki və həmçinin onlara Allah tərəfindən məğfirət vəd edilib ki, bu başqalarında yoxdur. Səhabələrdə olan böyük həsənətlər, savablar, mükafatlar və Allahın onlara vəd etdiyi məğfirət başqalarında yoxdur. Və bununla müəllif onların növbəti halını vəsf edir. O da odur ki, yəni səhabələrin qəlblərindəki imana, imandakı sadiqliyinə görə və əməllərindəki ixlasına görə, Allah və Rəsuluna olan yüksək məhəbbətlərinə görə, Allah Rəsulü sallallahu əleyhi və səlləm çox böyük, yəni Allah Rəsulü sallallahu əleyhi və səlləmin qorumalarına görə, din yolunda böyük fədakar olduqlarına görə onların da olan həsənət, mükafat başqalarında yoxdur. Hətta Allah Subhanahu taala bunu Quranda belə qeyd etmişdi. O səhabələrin fəziləti barədə ayələr olduqca çoxdur. Onlardan məsələn Allah Taala deyir: "Lə yəstəvi men anfaqa minkum." Allah Taala buyurur: "Lə yəstəvi minkum men anfaqa min qablil fəthi və qatal. Ulaika a'zama dərəcəten minellezine anfaqu min ba'du və qatalu və kullan va'adallahu'l husna." Allah Taala buyurur ki, sizlərdən fəthdən öncə, yəni Məkkənin fəthindən öncə malı mülkündən xərcləyib və cihad edənlə fəthdən sonra hamısı ki, səhabələr haqqındadır bu. Fəthdən öncə, ancaq səhabələrə aiddir bu. Deyir ki, sizlərdən fəthdən öncə, Məkkənin fəthindən öncə mal mülkündən sədəqə edib cihad edənlərlə fəthdən sonra sədəqə edib cihad edənlər eyni deyil. Eyni deyil. Lakin sonra deyir ki, Allah bunların hər birinə husnəni vəd edib. Husna, yəni yaxşılığı, mükafatı, gözəl şeyləri. Hər ikisinə fərq yoxdur. Fəthdən öncə, fəthdən sonra. Eləcə də "Vəs-səbiqunəl əvvəlunə minəl muhacirinə vəl-ənsar" ayətinin məşhur Tövbə surəsindəki mühacir və ansarlar barədə olan ayət. Həmçinin Fəth surəsində Muhammedur Rasulullah vəl-ləzine məhu əşiddəu aləl-küfər ruhamahu beynəhum ayəsi. Hansı ki, Muhammed Allahın Rəsuludur. Onunla bərabər olanlar kafirlərə qarşı sərt öz aralarında mərhəmətlidirlər. Sonra ayənin sonunda Allah necə bitirir? Deyir ki: "Və adallahu ellezine amanu
və amilus salihati minhum məğfiratan və əcran azimə. Allah Teala deyir ki, Allah onlardan iman edib salih əməl edənlərə məğfirət və böyük bir mükafat vəd etmişdir. Məğfirət və böyük bir mükafat vəd etmişdir. Deməli, səhabələrin böyük savablarının yanında onların etdiyi kiçik günahları nədir? Heç bir şeydir. Ona görə çalışın, yəni böyük əməllər etməyə çalışın. Böyük əməllər. Yəni sizə görə məsələ böyük əməl nədirsə İslamda, yəni ixlas tələb olunan, böyük cöhd tələb olunan əməl nəsə, o əməli çalışın edin. Əs-səbi'atu ənə-nəbiyyə sallallahu əleyhi və səlləm ləm ya'zurhum bəl radda aleyhim bi qavlihi Allahu akbar innəhə sunan lətəttəbi'una sunan mən kənə qabləkum fəğallazəl əmrə bihəzihi sələs. Deyir ki, 7-ci fayda, Peyğəmbər sallallahu əleyhi və səlləm onlara üzr haqlıq gətirmədi. Əksinə, onları rədd etdi. Necə rədd etdi? Dedi ki, Allahu akbar, həqiqətən bu yollardır. Siz sizdən öncəkilərin yolu ilə gedəcəksiniz. Və bu 3 məsələ ilə onları şiddətləndirdi. Yəni bu 3 şeylə şiddətləndirdi məsələyi. Böyütdü. Yəni müəllif baxın burada gözəl bir tərtib və ardıcıllıq gətirir. 4-cü, 5-ci, 6-cı məsələlərdə onların hallarını vəsf edir. Yəni onların Allahı qəsd etmələri, Allah istəmələri və dediyi sözlərdə xətalı olaraq demələri, yəni bunu istəməmələri və bunu etiraf etmələri, həmçinin böyük savablarının olmaları, böyük mükafatların olmaları və bütün bunlara baxmayaraq sonra müəllif gətirir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm onları, yəni bu şeylərə baxmayaraq onların üstündən keçmədi. Onların üstündən keçmədi. Həmən anındaca, yəni nədir? Onları tənbih etdi və cavablarını verdi. Yəni demədi ki, bunlar təzədir, qəlbləri qırılar, nə bilim nə, yox. Anındaca onlara ertələmədi, bildirdi. Xüsusən də məsələ əgər təvhiddən bağlıdırsa, çünki haqq hər şeydən önəmlidir. Və xüsusən də bu haqq Allahın haqqı ilə olan məsələdirsə, təvhid haqqıdırsa, xüsusən insan, yəni davamlı şəkildə olunan ibadətlərlə bağlı olan məsələdirsə, yəni bunu təxirə salınmadan həmən bildirilməlidir. Əs-səminatu əl-əmru əl-kəbir və huvəl-məqsud ənəhu əxbar ənə talibətəhum talabati bəni İsrailə ləmmə qalu li Musa ic'əllənə iləhən. Deyir ki, 8-ci məsələ, o da böyük bir məsələdir və məqsədli məsələdir. O da Peyğəmbər sallallahu əleyhi və səlləm xəbər verməsi ki, onların tələbi Bənu İsrailin tələbi kimi idi. Nə vaxt ki, Bənu İsrail Musaya dedi ki, bizə də onların ilahı kimi ilah düzəlt, Araf surəsində. Yəni, bir neçə cəhətdən oxşarlıq var idi. Yəni, onlar məsələ, bunlar səhabələr təbarrük üçün ağac istədilər. Onlar ibadət üçün ilah istəmişdilər. Musa Peyğəmbər və Muhammed sallallahu Peyğəmbər. Musa Peyğəmbərin səhabələri və Peyğəmbər sallallahu səhabələri. Musa Peyğəmbər yanında olanlar, bəzi o yeni olanlar, burada da yeni olanlar. Musa Peyğəmbərlə bərabər səfərdə idilər, Muhammed sallallahu əleyhi və səlləm səfərdə bərabər idilər. Səfərdən sonra gördükləri bir şeydən dolayı tələb etdilər Musa Peyğəmbərdən. Bunlar da səfərdə gördükləri bir şeydən dolayı tələb etdilər. Yəni buna görə Allahın Rəsulü sallallahu əleyhi və səlləm onların tələbini bunların tələbinə bənzətdi. Onların tələbini, bunların tələbini onların tələbinə nədir? Bənzətdi və ona görə də şirkə və bidətə apara bilən yolları, yəni bütün hamısını Peyğəmbər sallallahu bərbaşdan məsələni böyüdərək bağladı və bu da ümumən dəvətdə çəkindirmək üslublarından birisidir. Yəni bir feil, bir əməl görəndə deməli ki, məsələn, bu söz müşriklərin sözüdür. Bu feil müşriklərin əməlidir. Hətta bundan nədir? Çəkinsin deyə. Yəni şərt deyil ki, hər müşrikin sözünü deyən müşrik olsun. Yəni müşrikin hər sözünü təkrar edən şərt deyil ki, müşrik olsun. Və yaxud da müşrikin hər etdiyi əməli edən şərt deyil ki, o da müşrik olsun. Amma yəni ümumən çəkinmək
onlara bənzəməmək davranışda belə, sözlərdə belə bu məqsəddir, şəriətin məqsədlərindəndir. Ət-təsiyatu ənə nəfyə həzə min mə'nə la ilahə illallah mə'a diqqətihi və xafaihi aləl uləik. Deyir ki, 9-cu məsələ, bunun nəfi edilməsi la ilahə illallahın mənasındandır. Baxmayaraq ki, bu məsələnin dəqiqliyi və xəfi olması onlara görə gizli qalmışdı. Onlara bu məsələ dəqiq idi, onlara görə o yeni sahabələr və xəfi idi. Yəni, ağacdan və buna bənzər şeylərdən təbərrük etiqadının nəfi olunması, yəni təbərrükün, bərəkət ummağın inkar edilməsi la ilahə illallahın mənalarındandır. La ilahə illallahın mənalarındandır. Çünki bu kəlmə Allahdan başqalarına, yəni la ilahə illallah kəlməsi, Allahdan başqalarına, Allahın izin vermədiyi şeylərə bağlanmağı qadağan edir və Allahın səbəb etmədiyi şeyləri səbəb götürməyi də nədir? Qadağan edir. La ilahə illallah kəlməsi. Allahdan başqa ibadətə bağlanmağa, istəməyə, umulmağa haqqı olan və yaxud layiq olan heç bir başqa ibadət olunan məbud ilah yoxdur. Əl-aşiratu ənəhu halafə alə əl-futya və huvə la yəhlifu illə li maslahatin. 10-cu məsələ, deyir, Peyğəmbər sallallahu əleyhi və səlləm fətva üzərindən and içdi. Və o da deyir, heç vaxt deyir, məsləhət olmayan şeylərdə and içməz. Məsləhət olmayan şeylərdə, yəni Peyğəmbər sallallahu əleyhi və səlləm deyəndə ki, qultum vəllazi nəfsi biyədi. Allah Resulü sallallahu əleyhi və səlləm belə dedi. Nəfsim əlində olan Allaha and olsun. Və yaxud nəfsim əlində olana and olsun. Belə dediniz. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm and içib. Peyğəmbər sallallahu əleyhi və səlləm and içib. Yəni müəllif demək istəyir ki, Allahın Rəsulü sallallahu əleyhi və səlləm sıradan bir şeyə görə and içməzdi. Sıradan bir şeyə görə and içməzdi. Mühüm olan şeylər üçün and içərdi. Yəni bu da təzimlə sayılır. Bu nədir? Təzimlə sayılır. Allaha təzimlə sayılır. Allah təzimlə sayılır ki, tez-tez hər şeydə, hər yerdə nədir? Allaha and içməsən. Amma günümüzdə nədir? Baxırsan ki, yəni dəqiqə başı hər şeyə görə, xüsusən də ticarətdə hər şeyə görə, şəxsi mənfəətə görə məsələ, tez-tez Allaha nədir? And içilir. Bu, Allaha təzimlə sayılmır. Çünki Allaha and içmək kiçik məsələ deyil, yüngül məsələ deyil. O cür insan çalışmalıdır. Nədir? Mühüm məsələlərə görə and içsin. Sonra əl-hadiyyətu aşrata ənə şirkə fihi əkbar və əsxar liənnəhum ləm yartaddu bihəzə. Deyir ki, 11-ci məsələ, o da odur ki, şirk deyir, böyüyü var və kiçiyi var. Çünki deyir, onlar mürtəd olmadılar. Mürtəd olmadılar. Bu onu görsədir, şeyx burada ona meyl edir ki, onların tələb etdiyi kiçik şirk idi. Yəni, onlar çünki ağacın müstəqil təsirə malik olduğuna etiqad etmirdilər. Yəni, bir şeyin müstəqil təsirə malik olduğuna etiqad etmək bu nədir? Böyük şirkdir. Böyük şirkdir. Məsələn, müstəqil şəkildə bulud yağış yağdırır. Özü, Allahın buna heç bir şeyi müdaxiləsi olmadan. Bu böyük şirkdir. Müstəqil şəkildə filan şeydə bərəkət var özündəndir və Allahın buna müdaxiləsi yoxdur. Bu böyük şirkdir. Bunlar buna etiqad etmirdilər. Lakin Allah edir bunu. Hər şey Allahdandır. Allahdır bərəkəti verən, Allahdır yağış yağdıran, Allahdır öldürən, dirildən, ruz verən və s. Allahdan başqalarına buna sahib deyil, malik deyil. Lakin bu səbəbdir deyilməsi, əgər səbəb deyilsə şəriətdə, bu kiçik şirkdir. Bu kiçik şirkdir və bu barədə keçən dərslərdə nədir? Götürmüşdük. Əs-saniyyətə əşrətə qavluhum və nəhnu hudəsəu əhdin bi kufr fihi ənə qayrhum la yechəlu zəlik. Müəllif 12-ci məsələ, onların biz İslamda yeni idik. Yəni küfrdən yeni, küfrlə əhdimiz yeni idi sözləri. Bu da deyir, odur ki, başqaları bu barədə cahil qalmamışdılar. Başqaları bu barədə cahil qalmışlar. Yəni İslamda çoxdan olan səhabələrə bu məsələ qaranlıq deyildi.
Ona görə də onlar heç vaxt belə şeyi yəni dilə gətirməmişdilər. Deməli, bu səhabələr də bu şeyi dilə gətirmələrinin üzrünü gətirirlər. Üzr haqlığını gətirirlər. O da nədir? İslamda yeni olmaları. İslamda yeni olmaları. Yəni, ona görə də bəzi insanların, məsələn, İslamda yenidirsə, xətaları labüddür. Labüddür. Ona görə görəndə, məsələn, siz görəndə ki, İslama yeni gələn bəzi qardaşlar, məsələn, müəyyən xətalara yol verirlər. Yəni, bu normaldır. Çünki İslamı yeni gəlib, küfürlə əhdi nədir, yaxındır hələ. Bu, öyrənmək mərhələsindədir və onun xəta etmələri nədir? Bu, normaldır. Ona görə də öyrənilir, başa salınır, izah edilir. Amma xəta üzərində uzun müddət qalınması bu, normal deyil. Xüsusən də o xəta tövhid məsələləri ilə bağlıdırsa və ibadət məsələləri ilə bağlıdırsa. Çünki öyrənmək vacibdir. Öyrənmək vacibdir. Xüsusən dini məsələlər öyrənmək vacibdir. Həmçinin burada başqa bir fayda da var. O da odur ki, insan düşdüyü xətanı, yəni düşdüyü xətaya görə üzrünü gətirib etiraf etməsi daha yaxşıdır, nəinki özünü təmizə çıxartması və yaxud boynundan atması. Sən xətaya düşdünmü? Hə, üzrünü gətir. Deyən ki, bilmirdim, buydu, oydu, nə bilim. Amma etiraf et ki, sən xətaya düşdün. Sən xətakarsan. Bu daha yaxşıdır, səhabələr etiraf etdilər. Bu daha yaxşıdır, nəinki əslən boynundan qaçırasan, deyəsən ki, yox, mən xətakar deyiləm. Özünə haqq qazandırasan, özünü təmizə çıxardasan. Yəni, bu yanlışdır. Əs-səlisətə aşra. Ət-təkbiru ində təəccüb xilafən limən kəriha. 13-cü məsələ, təəccüb zamanı təkbir gətirmək. Təəccüb zamanı təkbir gətirmək. Deyir ki, müəllif, bunu məkruh görənlərin əksinə olaraq. Çünki Peyğəmbər s.ə.v nə dedi? Allahu Akbar dedi. Təəccübləndi. Dedi ki, Allahu Akbar. Və Tirmizinin rivayətində Subhanallah demişdi, dediyi gəlib. Allahu Akbar, Allahı təzimdir, böyük, uca tutmaqdır. Subhanallah, Allahı tənzihdir. Nalayiq sifətlərdən münezzəh etməkdir. Eləcə də insan sevinəndə belə sevincək halındadır, təkbir gətirmək məşrudur. Və Peyğəmbər s.ə.v varid olub Xeybərə daxil olanda Allah Rəsulü s.ə.v Allahu Akbar, xaribətil Xeybər demişdi. Allahu Akbar, Xeybər viran oldu. Yəni Xeybərin fəthini bir növ müjdələmişdi belə sevindiyindən dolayı. Yəni məqsəd odur ki, təəccübləndiyin zaman və yaxud sevindiyin zaman və yaxud qorxduğun zaman Allahı zikr et dilinlə. Allahu Akbar denən, sevindiyin zaman Subhanallah denən, Allahu Akbar de. Dilin zikr etsin. La yazal lisanuka ratban min zikrillah. Peyğəmbər s.ə.v dediyi kimi. Çalış hər zaman dilin Allahı zikr etməklə islah qalsın. Və bu da məşrudur. Sevinəndə, təəccüblənəndə bu kimi zikirləri demək. Allahu Akbar, Subhanallah. Yoxsa ki, yəni bəzi insan, hətta bir çox müsəlmanların dilində görürük, başqa şeylər vərdiş alıb. Və bir şey təəccüblənən nə deyir? Məsələn, ayda, vah bə, nə bilim, ayana. Hər yerin özünə məxsus təəccüb şeyləri var, ifadələr var. Doğrudurmu? Hətta bəziləri, o rus dilində bildiyiniz o ifadə var. Pis söyünc. Onu eşidirsən müsəlmanlardan. Vay mı, yox, söyünc var, bilirsiniz, deməyə ehtiyac yoxdur. Yəni bir şey görəndə o söz işlədir rus dilində, müsəlman da namaz qılır. Niyə vərdiş eləyib? Subhanallah. Sən dilini Allahu Akbar sözünü vərdiş elətdir. Subhanallah sözünü vərdiş elətdir. Bu nə ayıbdır, yəni bu olmaz müsəlmanın dilindən, ağzından, yəni bu kimi sözlər çıxmaz, yaraşmaz. Ər-rabiyyətə əşrətə səddu zərra'i. Deyir ki, müəllif 14-cü fayda harama və ya fəsada aparan yolların bağlanılması. Harama və ya fəsada aparan yolların bağlanılması. Bu da qaydadır. Necə ki, Peyğəmbər s.ə.v ağac məsələsində təbarruk vasitəsilə ola biləcək haram yollarını, yəni hamısını bağlamışdı. Yəni şeytan tədricən, yəni addım-addım insanları həmişə azdırır. Ola bilər bir şey məsələ sadəcə səbəb olaraq götürəsən, onun haqqında heç bir etiqad etməyəsən,
Amma sonra tədricən yavaş-yavaş şeytan qəlbində onu böyüdə, gözündə, nəzərində böyüdə, axırda gəlib nədir? Artıq o ağacdan və yaxud o daşdan və yaxud o səbəb kimi götürün, hər nə varsa qəbirdən, kim olur olsun, nə olur olsun, bir də gördün ki, ona ibadət edirsən. Sədd-ü zərai deyirlər buna. Yəni, harama, şirkə, küfrə aparan yolların bağlanılmasın. Əl-xamisətə aşrata ən-nəhyu anit-təşəbbuhi bi əhlil cahiliyyə. 15-ci məsələ, cahiliyyə əhlinə təşəbbu, yəni oxşarlığın qadağan olunması. Çünki Peyğəmbər s.ə.v dedi ki, onlara, qultum kəmə qalə bənu İsrail. Siz bənu İsrailin dediyi kimi dediniz. Siz bənu İsrailin dediyi kimi dediniz. Yəni, ona görə də müsəlman cahiliyyə dönəminə aid olan bütün adətləri, davranışları, sözləri, hərəkətlər hamısını nədir? Hamısını tərk etməlidir. Əs-sədisətə aşrata, 16-cı. Əl-qadavu indət təlim. Təlim zamanı olan qəzəb. Təlim, öyrətmək, öyrətdiyin zaman olan qəzəb. Yəni, ola bilər ki, müəllif bunu Peyğəmbər s.ə.v Allahu Akbar innəhəs sunən sözündən götürüb. Yəni, Peyğəmbər s.ə.v Allahu Akbar bu yollardır dedi. Bu cür deməsindən görə. Amma hər bir halda təlim zamanı, yəni hərdən qəzəblənmək bu ola bilər. Şərt deyil ki, sənin qəzəbin məsələ şəxsiyyətin özünə olsun. Ümumən, insan təlim zamanı məsələ hərdən baxırsınız, məsələn, moizə edəndə xatiblər, məsələ, sanki qəzəbli kimi danışırlar. Elə deyilmi? O şərt deyil ki, kiməsə qəzəblənib. Yəni, məsələnin özünün o cür təqdim edilməsidir o. Aydındır mı? Yəni, bu icazənin müəllim tələbəsinə məsələ qəzəblənə bilər, həqiqətdə də qəzəblənə bilər, amma qəzəbli kimi də görsədə bilər. Həmsinin bu mühümdür, yəni bu faydadır burada. Məsələn, valideyn evdə uşaqlarına ədəbləndirmək istəyəndə, tərbiyələndirmək istəyəndə sən özünü qəzəbli kimi görsət, məsələn, dilində. Yəni, qəzəb sənin dilində ifadə edilsin. Amma qoyma ki, qəlbinə girsin. Çünki həqiqətən qəzəb qəlbə fəsaddır bu, yəni zərərdir həmsinin. Qəzəbi qəlbə daxil etmək lazım deyil. Lakin özünü elə ifadə et ki, istər təlim nəsə öyrədirsənsə, istər nədənsə çəkindirirsənsə, nəyisə qadağan edirsənsə, qəzəbləndiyini ifadə et. Evdə və yaxud və s. Başqa yerdə. Onlar səndən elə görsünlər ki, sən qəzəblənirsən. Hətta çəkinsinlər deyə. Amma həqiqətdə isə sənin qəlbin nədir? Sənin qəlbin rahat olsun. Qəlbin tamamilə arxaya rahat olsun. Bu gözəl üslubdur. Bunu edə bilsəniz, hər dəfə artıq qəzəb sizin sadəcə üzdə dilinizdə olacaq, sözünüzdə olacaq. Qəlbinizə qəzəb daxil olmayacaq. Yəni, o anda çalışın qəlbinizə başqa şey fikirləşin. başqa aləmə daxil olun qəlbinizdə. Yəni, çətindir bu. Amma etsəniz böyük faydası var. Əs-səbiyyətə aşrata əl-qaidətul kulliyyə li qavlihi innəhəs sunan. Deyir ki, 17-ci fayda. O da külli bir qaydadır. Yəni, Peyğəmbər s.ə.v-in həqiqətən bu yollardır deməsi. Yəni, bu nə deməkdir qaydədir kulliyyə? Çoxlu, yəni sayda fərdi məsələlərə tətbiq olunan ümumi qaydadır. Ümumi prinsip qaydadır. Burada da bu nədədir? Peyğəmbər s.ə.v yollar deməsindədir. Yollar. Yəni ki, bu ümmət özündən əvvəlkilərin yollarına tabi olacaq. Özündən əvvəlkilərin yolları ilə nədir? Gedəcək. Necə ki, Buxari və Müslim rəvayət etdiyi hədisdə Peyğəmbər s.ə.v buyurur ki, لَتَتَّبِعُنَّ سُنَنَ مَنْ قَبْلَكُمْ شِبْرًا بِشِبْرٍ زِرَاءً بِزِرَاءٍ حَتَّى لَوْ دَخَلُوا جُحْرَ ضَبٍّ لَدَخَلْتُمُوهُ قُلْنَا يَا رَسُولَ اللّٰهِ الْيَهُودُ وَالنَّصَارَ قَالَ فَمَنْ Deyir ki, Peyğəmbər s.ə.v Allahu akbar, Allahu akbar. Deyir ki, sizdən öncəkilərin yolu ilə qarış-qarış, dirsək-dirsək gedəcəksiniz. Hətta onlar kərtənkələ yuvasına girsələr belə siz də girəcəksiniz. Dedi ki, ya Rasulallah, Yəhudi və Nəsraniləri mi deyirsən? Dedi ki, bəs kimi? Demək ki, sizdən əvvəlkilərin yolunu bu cür deyir. Allah Rasulü sallallahu aleyhi ve sellem gedəcəksiniz. Və sonuncu məsələyi də götürək, 18, sonra davam edərik. Deyir ki, əs-səminətə əşrata,
18-ci məsələ. Ənə həzə alamun min a'lamin nubuvvati li kavnihi vaqa kəmə əxbar. Deyir ki, bu peyğəmbərin doğruluğunun əlamətlərindəndir. Çünki dediyi kimi də oldu. Yəni Peyğəmbər s.ə.v sizdən əvvəlkilərin yolu ilə gedəcəksiniz sözü. Bu, yəni necə görürük indi? Yəni İslamın izzətini, İslamın şərəfini buraxıb nədir? Kafir Avropanı, kafir Qərbi təqlid edirlər. İslam ümməti. Yəni çox misallar verməyə gərək yoxdur. Sadəcə bircə dənə baxın, o özünə müsəlman deyənlər, o müsəlman kimi tanınan ölkələr, İslam kimi və yaxud kəndlər, şəhərlər, harada ki, deyirlər ki, məsələn, bunlar müsəlmanlardır, yəni xristianlar deyil. Deyirlər ki, müsəlmanlardır. Baxın, görün, onlar bayramları necə qeyd edirlər. Bayramlarla fərqləndirə bilərsiniz, bu kifayətdir. Yəni, görün, onlar İslamın gətirdiyi Qurban və Ramazan bayramını mı daha təntənəli qeyd edirlər, yoxsa kafirlərin gətirdiyi yeni il, Novruz, nə bilim, müxtəlif batil bayramlarını daha təntənəli keçirirlər. Elə deyilmi? Görürük biz bunu. Kimin yoludur bu? Kimin yoludur? İslami yol deyil bu. Ona görə İslam ümmətinin izzəti nə vaxt qaydacaq? Kafirlərin yolunu buraxıb Allahın gətirdiyi və Peyğəmbər s.ə.v göstərdiyi yola tabi olunca. Allahın gətirdiyi yola və Peyğəmbərin göstərdiyi yola tabi olub, bununla yanaşıb kafirlərin tutduğu yol tərk edilməyincə bu ümmətə izzət qaydan deyil. Allah Subhanahu bizləri təvhidlə, dinlə, İslamla izzətləndirsin. Düzünü Allah bilir. Və sallallahu alə nəbiyyina Muhammedin və alə alihi və ashabihi əcmain.